Uşaqlar, oleum SO3-ün, yəni kükürt 6 oksidin sulfat turşusunun məhduludur. Yəni H2SO4 olur, bir də SO3 olur. SO3-ün sayı da bir N dənə olur, bilmirəm nə qədərdir. Sulfatın sayını heç bilmirəm dəqiq. Bu fikir versəz, oleumun üzərinə neçə mol su gəlir uşaqlar? Bir dəfə bir gəlir, bir dəfə də neçə gəlir? 2. Yadda saxla. Əgər 3 mol su birləşdiribsə bu oleum, deməli bunun içərisində SO3 neçə dənə olurdu uşaqlar? 3 dənə. Çünki hər SO3 bir dənə su birləşdirir, olur H2SO4. Nə olur? H2SO. Və sonda burada neçə dənə H2SO4 var? 4 dənə. 4 dənə. O zaman burada da H2SO4 bir dənə imiş. Neçə dənə imiş? Bir dənə. Bir dənəsi əvvəldən var imiş. Bir dənəsi nədən var imiş? Əvvəldən. Əvvəldən. 3 mol su yekunda bunun üzərinə gələndən sonra 3-ə 3 birləşsə neçə dənə verər? 3 dənə. 3 dənə də burada yarandı. Biri var idi, 3-ü də yarandı. 4. O zaman 4 dənə nə verəcək? H2SO4. Anladın mı? Mən bu 4-dən başa düşdüm vəziyyəti. Aydındır? Başa düşdünüz necədir? Aydındır. Deməli bu əslində H2SO4 vur 3 dənə SO3 idi. Bir dənə su birləşdiyi üçün oldu 2 dənə H2SO4 vur 2 dənə SO3. Sonra 2 dənə su da burada birləşəndən sonra 4 dənə H2SO4 yarandı. Aydındır? Başa düşdünüz? Cavabımız nə olacaq bizim? Y variantı. D variantı. Y variantı. Burada SO2. Y variantı.